Bugün Ağdamdan yola salınan köç kərvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb. Respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşan daha 24 ailə 33 ildən sonra doğma yurduna, yeni evinə qayıdıb. Əməkdaşımız Elnur Tofiq Ballıcadan xəbər verir. Xocalı rayonunun Ballıca kəndindəyik və bildirmək istəyirəm ki, bugün də daha bir köç gerçəkləşir və Xocalı rayonunun Ballıca kəndinə daha 24 ailə 98 nəfər əbədi olaraq geri dönür və az öncə Ballıca sakinləri kəndə çatdılar. Onların yük maşınları onlara aid olan evlərdə əşyalarını boşaltmaq üçün, yəni hərəsi öz ünvanına yollandı. Bildirmək istəyirəm ki, Ballıca kəndində təmir bərpadan sonra bütün infrastruktur qurulub. Burada yaşayan insanların həyat şəraitinin yüksəldilməsi üçün burada olan evlər əsaslı təmir bərpadan sonra sahiblərinə təhvil verilir və bütün yaşayış evləri mavi yanacaq, içməli su, fasiləsiz enerji və yüksək sürətli internet xətləri ilə də təchiz olunub. Həmçinin kənddə orta məktəb, uşaq bağçası və bununla paralel olaraq tibb məntəqəsi, polis məntəqəsi, yəni bütün bunların hamısı yerləşir. Mini avtobuslar, mikroavtobuslar Ballıca sakinlərini, həmin 24 ailəni, 98 sakini əbədi olaraq öz yurtlarına qovuşdurur və beləliklə sonda bir daha vurğulayım ki, işğaldan azad olmuş ərazilərimizə geri qayıdan məcburi köçkünlər də daxil olmaq ümumilikdə həm Qarabağda və Şərqi Zəngəzurda burada çalışan insanlarla birgə 40 mindən artıq əhali bu ərazilərdə məskunlaşıb.